Sabi Orucova ona 1001 gül alan sevgilisinin ad gününe yaşı qədər hədiyyə aldı. Salam dostlar, xoş gördük. Aklas dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Əziz dostlar, mövzuya keçməmişdən öncə diqqətinizə bir şey çatdırım. Biz Koreyadan cağbacaq avtomobillər gətiririk, ikinci əl avtomobillər. Çox qəşəng, dosta, qardaşa nəsib olan avtomobillərdir. Rusiyaya da çatdırılma eləyirik, təbii ki, Azərbaycana da. Aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın, bəs eləyir. 24 saat nömrəm sizin xidmətinizdədir. Bu xanım influencerdir. Bu xanımla çox da işim yoxdur. Sadəcə biraz qınamaq istəyirəm. Birincisi, sevgilin sənə nə isə hədiyyə alırsa, ya da sən sevgilinə hədiyyə alırsansa, bu sənin öz işindir, öz işinizdir. Bunu göstərişə çevirmək doğru hərəkət deyil. Ümumiyyətlə, göstəriş yaxşı bir şey deyil. Amma özü paylaşmayıb bunu, rəfiqəsi paylaşıb. İş burasındadır ki, o rəfiqəsinə deyə bilərdik ki, paylaşma bunu, xahiş eləyirəm. Amma deməyib, çünki ürəyindən olub. Bu insanlar milyonçu deyirlər. Az-maz pulları var. Adətən bu cür göstərişləri əlinə az-maz pul keçənlər eləyir ya da sonradan görənlər. Təbii ki, istisnalar da var. Yəni siz indiyə qədər görmüsünüz hansısa milyonçu ya da milyarder belə bir göstəriş eləsin. Yəni istisnalar var təbii ki. Bill Gates, Elon Musk ya da başqa biri. Yəni, dünyanın ən varlı adamlarıdır. Nəysə, kim nə qazanır, nə xərcləyir özü bilər. Amma göstəriş çox bayağı hərəkətdir. Hətta başqasına yardım eləyib onu ictimailəşdirmək, cəmaatın gözünə soxmaq lap düşük hərəkətdir. Üstəlik öz pulu ilə deyil, başqalarının pulu ilə kiməsə yardım eləyib. Sonra bunu minnətə çevirənlər lap düşük adamlardır. Mən adam tanıyıram ki, milyonerdir, çox adama yardım eləyir. Amma yaxınından bir-iki nəfərdən başqa heç kəs bunu bilmir. Çünki həqiqi xeyirxah insandır. Özünü kiməsə göstərmir. Nəysə, bu mövzunu qoyaq bir kənara. Məni ən çox qıcıqlandıran məsələ bu paylaşımın altına şərh yazan qadınlardır. Zəhləm gedir də biri hədiyyə verib qarşılığını verməyə çalışmaqdan. Bir dənə al, nəsə bahalı, söhbət bağlansın. Qadının varlığı sevgilisinə hədiyyə olmalıdır. Hə də, kişi nədir, hədiyyə nədir? Qadın özü hədiyyədir də elə. Bu kimi qadınlar bərabərlikdən danışırlar, deyirlər qadın kişi bərabərdir, çox şey deyirlər, indi hamısını sadalamıram, vaxt çatmaz. Deyirlər ki, kişi xəyanət eləyibsə, qadın da onun əvəzini çıxmalıdır, 5 qatını eləməlidir filan. Hətta bəziləri irəli gedib deyir ki, kişilər də doğsun, yəni bu qədər absurd fikirdə olanlar var. Amma məsələ maddi söhbətə gələndə deyirlər ki, hədiyyəni kişi almalıdır, restoranda hesabı kişi ödəməlidir. Bəli, mən bu fikirlə razıyam, kişi eləməlidir. Amma bu feminist fikirdə olan qadınlar üçün yox, həqiqi xanımlar üçün eləməlidir. Hansı ki, kişisinə hörmət qoyurlar, kişisini kişi kimi görürlər, kişisinə sən də uşaq doğmalısan demirlər, kişisinə hörmət qoymayan qadın, qadın deyil. Söhbət əsl kişilərdən gedir. Xanımını döyən, şiddət göstərən, öz xanımına qayğı göstərməyib, küçədə, bayırda fahişələrə canım, aşkım deyənləri təbii ki, nəzərdə tutmuram. Onlar onsuz da kişi deyirlər. Neysə, uzun sözün qısası, hər şeydə bərabərlik istəyən bəzi qadınlara demək istəyirəm ki, ikiyüzlü olmayın. Kişi və qadın bərabər hüquqlu ola bilər. Amma yaradılış olaraq ümumən bərabər deyirlər. Heç bir zamanda olmayacaqlar. Hər kəs öz yerini bilməlidir. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.